situasiyalara keçirik. Bilik, taksonomiya, təfəkkürə aid situasiyalar işləyəcəyik sizinlə və bu mövzularda da hər bir müəllimin ixtisasına uyğun fərdi yanaşma edəcəyik. Çünki sizə imtahanda istər MİQ olsun, sertifikasiya olsun, heç bir fərqi yoxdur. Yəni imtahanda sizə bilikdir, taksonomiyadır, təfəkkürdür, inteqrasiyadır. Bunlara aid situasiyalar hər kəsin öz ixtisasına aid düşür. Misal üçün, tarix müəlliminə riyaziyyatdan düşmür və yaxud da coğrafiya müəlliminə biologiyadan düşmür. Hər kəsin öz ixtisasına uyğun situasiyalar düşəcək. Əvvəlcə, yəni bilik və növlərini ilk təlimimizdə biz nəzəri cəhətdən öyrənəcəyik. Nədir bilik? Növləri hansılardır? Onların kateqoriyaları nədir? Mənası nədir? Anlamı nədir? Birinci öyrənəcəyik. Ondan sonra keçəcəyik tətbiqə, yəni situativ suallara. Bilikdir, taksonomiyadır. Biz bunlara hərəsinə 2 təlim sərf edirik. Birinci nəzəri cəhətdən öyrənirik. Çünki biz məzmunu nəzəri cəhətdən öyrənməsək, bizim üçün tətbiqdə problem olacaq. Biz situasiyaları tətbiq edə bilməyəcəyik. Əvvəlcə biz məzmunu öyrənməliyik, nəzəri cəhətdən mənanı dərk etməliyik ki, sonra da praktik olaraq biz onu tətbiq edə bilək. Deməli, bilik və növlərində bilik və növləri nədir? Ümumiyyətlə, bilik və fəaliyyət hara daxildir? Bilik və fəaliyyət məzmun standartına daxildir. Yəni, məzmun standartları var, 2 hissədən ibarətdir. Bir bilik, bir də fəaliyyət hissəsindən. Bəs məzmun standartı nədir? Məzmun standartı siz uşaqlara tapşırıqlar ki verirsiniz, məsələn, testlər hazırlayırsınız, summativlər keçirirsiniz. Bax, orada siz məzmun standartına istifadə edirsiniz. Yəni, müxtəlif növ tapşırıqlardan istifadə edirik. Elə situasiyalarda gedib o tapşırıqlar üzərində dayanır. Başlayaq biliyin növlərindən. Biliyin ümumiyyətlə 4 növü var. Faktolojidir, konseptualdır, proseduraldır, bir də metakognitivdir. Faktolojiya biz deklarativ də deyə bilərik. Faktoloji deklarativ nədir, konseptual nədir? Yenə də deyirəm, bax, birinci nəzəri cəhətdən diqqətlə oxuyub öyrənəcəyik, sonra keçəcəyik tətbiqinə. Faktoloji deklarativ nədir? Yəni biz, bax, hal-hazırda mən sizə nə edirəm? Bax, biliyin növləri haqqında faktiki məlumatlar ötürürəm. Bilik nədir, növləri nədir, neçə növ var? Biliyin 4 növ varsa, mən deyəcəm 4 növ var, 5 növ varsa, deyəcəm 5 növ var. Biz burada özümüzdə heç bir şey əlavə etmirik. Yəni, biliyin neçə növü varsa, konkret olaraq biz də sizə onu deyirik. Yəni, faktiki çatdırırıq. Və faktoloji bilik özü də odur ki, yəni, verilən məlumatı necədirsə, elə də ötürürük. Faktiki olaraq ötürürük. Heç bir dəyişiklik etmədən faktiki olaraq ötürürük. Misal üçün, riyaziyyatdakı düsturlardır, tarixdəki müharibələrdir, sülh müqavilələridir, Azərbaycan dilinin qrammatikasıdır. Bunlar hamısı nədir? Bunlar hamısı faktiki biliklərdir. Necədirsə biz elə ötürürük. Və hər bir biliyin növünün kateqoriyaları var. Faktoloji biliyin də kateqoriyaları terminoloji və spesifikdir. Terminoloji nədir? Terminoloji, yəni hər hansı bir elm sahəsində olan terminin adıdır. Misal üçün, Azərbaycan dilində isim, sifət, fe'l, bağlayıcı, bunlar bir termindir. Riyaziyyatda sürət düsturlarıdır, sonra toplama, çıxma, nə bilim, tarixdə müəyyən Gülüstan müqaviləsi, Çaldıran döyüşü və s. Bunlar adı nədir? Bunların adı termindir. Hər hansı bir elmə aid olanlar terminlər. Və spesifik nədir? Spesifik müəllimlər sözünün mənası odur ki, yəni bizim hər birimizin spesifik xüsusiyyətlərimiz var. Bizim hər birimizin özünə məxsus xüsusiyyətlərimiz olduğu kimi, terminoloji biliklərin də özünə məxsus xüsusiyyətləri var. Misal üçün, mən deyə bilərəm ki, sifətin 6 halı var. Deyəcəksiniz, xeyr, yanlışdır. 6 halı olmaq ismə aid olan spesifik xüsusiyyətdir. Və yaxud biz deyə bilərik ki, fe'lin 3 dərəcəsi var, deyəcək, xeyr. Çünki fe'lin dərəcələri olmur, onun zamanları olur, elə deyilmi? Yəni, hər bir terminə aid olan xüsusiyyətlər, hər bir terminə aid olan informasiyalar nə hesab olunur? Spesifik bilik hesab olunur. Yaxşımı? Misal üçün, deyirik, Çaldıran döyüşü bir termindir. Kimlər arasında olub, nə zaman imzalanıb? Ona aid olan xüsusiyyətlər, ona aid olan informasiyalar nə olur? Olacaq spesifik bilik. Yaxşımı? Bax, budur faktoloji biliyimiz. Daha sonra keçək növbəti biliyə, konseptual biliyə.
Mən deyərdim imtahanda ən çox 90% suallar konseptuala aid düşür. Konseptual bilik faktoloji biliyin daha da dərinləşmiş versiyasıdır. Və faktoloji bilik əsaslanır əzbərçiliyə, yaddaşa, hafizəyə. Mən əzbərlədim, qaydaları, qanunları əzbərlədim, yadımda saxladım, çatdırdım. Bu faktikidir. Konseptual bilik isə həmən o əzbərlədiyim qayda, qanunları mən anladımmı? Mən dərk etdimmi? Mən başa düşdümmü? Mən o qayda və qanunları bir-birindən fərqləndirə bilirəmmi? Ayırıb seçə bilirəmmi? Ümləşdirə bilirəmmi? Hə, bax, artıq bunu bilirəmsə, deməli anlamışam. Və o qayda qanunlara nümunələr gətirə bilirəmmi? Deməli, anlamışamsa konseptual biliyim var. Yəni, o öyrəndiyim hər hansı bir terminləri, faktiki bilikləri təsnif edə bilirəmsə, kateqoriya ayıra bilirəmsə, deməli, mənim konseptualım var. Və konseptual biliyin də kateqoriyaları nələrdir? Təsnifat və kateqoriyalar, prinsip və ümləşdirmələr, nəzəriyyə, model və strukturlardır. Bunlar konseptual biliyin kateqoriyalarıdır. Yəni, tutaq ki, bax, bayaq dedik ki, ismin 6 halı var. Konseptual bilikdə deyirik ki, şagird ismin hallarını fərqləndirir. Desəm ki, şagird bilir ki, ismin 6 halı var. Bu olacaq faktiki bilik. Amma desəm ki, o ismin 6 halını fərqləndirir. İsmin 6 halına nümunələr gətirir. Hə, burada artıq nə olacaq? Konseptual bilik olacaq. Yaxşımı? Və yaxud da ki, hər hansı bir hadisəni ümumiləşdirir, hər hansı bir hadisələri bir-birindən fərqləndirir, elə deyilmi? Yəni, bunlar olacaq hamısı konseptual bilik. Ümumiyyətlə, biz uşaqlara dərs keçəndə sual veririk. Uşaqlar, mövzunu anladınızmı? Yəni, başa düşdünüzmü? Bax, anladınız, başa düşdünüz ilə konseptual sözünün sinonimləridir. Yəni, bu termin bizə ilk dəfə gələ bilər. Şimdi heç vaxt işlətməmişik konseptual sözünü. Konseptual sözünün Azərbaycan dilində mənası anlamaqdır, başa düşməkdir, dərk etməkdir. Yaxşımı? Daha sonra davam edirik prosedural biliklər. Bax, faktiki öyrəndik, əzbərlədik. Sonra anladıq, fərqləndirdik, indi keçək tətbiqə. Yəni, prosedural bilikdə biz öyrəndiklərimizi tətbiq edirik. Yazılı şəkildə də tətbiq edə bilərik, şifahi şəkildə də tətbiq edə bilərik. Yəni, biz öyrəndiklərimizi yalnız yazaraq tətbiq etsək, bu proseduraldır deyilsə, yanlış olacaq. Şifahi də edə bilərik. Misal üçün, bax, keçmişik fonetikanı, terminolojida. Fonetika nədir, nəyə deyilir? Konseptualda da biz anladıq ki, məsələn, fonetika bölməsində nələr keçirir. Proseduralda da artıq biz fonetik təhlil aparacağıq. Artıq hər hansı bir sözü fonetik təhlil edəcəyik. Deməli, burada nə edirik? Bunu şahid etsək, yazılı da etsək, bu prosedural olur. Və yaxud tənlidir. Məsələn, 5x üstə gəl, 3 bərabərdir 15. Bunu həll et. Bunu yazsa da, şifahi də desə, bu proseduraldır. Yəni, prosedural bilik o demək deyil ki, hər dəfə biz onu yazmalıyıq, tətbiq edərək, yazaraq ediriksə bu proseduraldır. Yəni, şifahi də biz onu etsək, bu nə olacaq? Prosedural bilik olacaq. Hər hansı bir fənnə aid algoritm, ardıcıllıqlar, misal üçün, metod texnikadır. Misal üçün, deyir ki, məsələnin metodunun texnikasını bilir, qanunları tətbiq etməyi bilir, icra etməyi bilir, testləri həll etməyi bilir, hər hansı proseduru yerində istifadə edəcəyimiz meyarlar, yəni hansı meyardan, harada, necə istifadə edəcəyimizi bilirik. Bax, bunlar da nə oldu? Prosedural biliklər oldu. Yəni, öyrəndiklərimizi proses nəticəsində nümayiş etdiririk. Bax, bizim təlimdə mən sizə materialı göndərirəm, öyrənirsiniz, olur faktoloji bilik. Qoşuluruq, sual-cavab edirik, olur konseptual bilik. Sual-cavab əsasında biz anlayırıq ki, burada mövzuda söhbət nədən gedir. Sonra biz nə edirik? Keçib test işləyirik, bəli. Deməli, nəyi tətbiq edirik? Proseduralı. Deməli, öyrəndiyimizi testlər üzərində tətbiq edirik. Olur nə? Prosedural bilik. Bir növ nümayiş etdirilmiş olur. Sonunda gəlir metakognitiv bilik. Metakognitiv biliyi adətən yanlış izah edirlər və metakognitiv biliyi müəllimlərin 90%-i konseptual biliklə qarışdırırlar. Çünki bəzi məqamlar var, hansı ki, növbəti dərsimizdə biz artıq prosesə tətbiq edəndə, öyrəndiklərimizi tətbiq edəndə artıq biz nə edəcəyik? Mən sizə açar məqamlar yazdıracağam, fərqləndirəcəm bir-birindən. Fərqləndirmək üçün də mən sizə terminləri, xüsusiyyətləri deyəcəm, onları özünüz üçün qeyd edəcəksiniz. İndi niyə demirəm? İndidən deyəndə adətən müəllimlər yalnız mən yazdıqlarımı öyrənirlər, əzbərləyirlər. Ona görə də birinci
məzmunu öyrənin. Növbəti dərsdə situasiyaları tətbiq edəndə mən sizə o açar məqamları deyəcəm, yazacaqsınız. Bax, metakognitiv bilikdə dəyərləndirmə var. Konseptual bilikdə də dəyərləndirmə var. Yaratmaq metakognitivdə də var, konseptualda da var. Bax, bunu qarışdırırlar. Bir şey yadınızda saxlayın ki, metakognitiv bilik bizim özümüzlə bağlı olan biliklərdir. Misal üçün, mən kimisə dəyərləndirirəm. Xalis müəllim sual-cavabında iştirak edib, Xalis müəllimi dəyərləndirirəm. Bu metakognitiv olmur. Bu xalis müəllim üçün metakognitivdir. Çünki mən onun müsbət, mənfi xüsusiyyətləri nəyi bilir, nəyi bilmir deyirəm. Bu haqda xalis müəllim məlumat alır. Bu xalis müəllim üçün metakognitivdir. Mənim üçün konseptualdır. Yəni müəllim şagirdi, müdavimi əgər dəyərləndirirsə, bu konseptual bilikdir. Bu şagird üçün, müdavimi üçün metakognitiv bilik olur. Nəyə görə? Çünki artıq şagird bilir ki, zəifi nədir, güclü tərəfi nədir. Metakognitiv bilik yalnız və yalnız bizim özümüzlə, öz idrakımız, öz bacarıqlarımız, öz fəaliyyətlərimiz, öz emosiyalarımızla bağlı olan biliklərdir. Yəni, tutaq ki, Lətifə müəllimdir ki, Elnur müəllim, mən testləri işləyəndə tələsirəm. Və yaxud Aysu müəllimdir ki, Elnur müəllim, mən testləri işləyəndə sual-cavabda iştirak edəndə həyəcan hissi keçirirəm. Bax, bunlar metakognitiv bilikdir. Və yaxud təlimin sonunda özünüzü dəyərləndirirsiniz. Bugünkü təlimdə necə iştirak etdim, suallara necə cavab verdim. Bax, özümüzü refleksiya edirik, dəyərləndiririk. Gələn dəfə gələk biraz da diqqətli oxuyam. Məsələn, bu mövzunu tam başa düşmədim. Gələk bu mövzunu bir daha təkrar üstündən keçim, oxuyum. Və yaxud, bax, hər biriniz imtahana hazırlaşırsınız. Bir plan qurmusunuz, bir strategiyanız var. Neçənci günlər hansı təlimə qoşulacam, nələri öyrənəcəm, məqsədim var imtahanda, neçə bal toplamalıyam. Bax, yalnız özümüzlə bağlı. Misal üçün, müəllim deyir, şagirdə hər hansı bir mövzu verir, mövzu ilə bağlı plan yaratmağı tapşırır. Yəni, plan qur, layihə işi qur. Biz buna metakognitiv deyə bilmərik. Bu, şagirdin özü ilə bağlı deyil, müəllimin verdiyi hər hansı bir tapşırığın icrasıdır. Amma desəm ki, müdavim imtahana hazırlaşır, şagird imtahana hazırlaşır, özü ilə bağlı bir plan, strategiya qurur, bu olacaq metakognitiv bilik. Yaxşımı? Yəni, bir daha deyirəm, metakognitiv bilikdə strateji biliklər var. Strateji biliklər nədir? Yəni, mən nə edim ki, kurikulumu daha dərindən öyrənim? Mənim strategiyam odur ki, mən müəllimin səslərini dinləyəndə daha yaxşı yadımda qalır və yaxud PDF-i oxuyanda daha yaxşı yadımda qalır. Yəni, bu bizim hər birimizin özünə məxsus strategiyamızdır. İdraki tapşırıqlar, yəni öz idrakımız haqqında. Mən, məsələn, metodikadan nəyi bilirəm, nədə zəifəm, nədə güclüyəm, ixtisasımda nədə zəifəm, nədə güclüyəm. Özümüz haqqında biliklərdir bunlar. Yəni, nəyi bilirəm, nəyi bilmirəm. Bunlar hamısı hesab olunacaq metakognitiv biliklər. Yəni, hər hansı bir şəxsi, hər hansı bir hadisəni, hər hansı bir şəxsiyyəti biz dəyərləndiririk, qiymətləndiririk, münasibət bildiririksə, bu metakognitiv olmur. Bu olur konseptual. Əgər özümüzü dəyərləndiririk, öz fəaliyyətimizi, öz bacarığımızı, öz idrakımızı, bu olacaq nə? Metakognitiv. Və burada bəzi məqamları növbəti dərsdə, hansı ki, situasiyalara keçid edəcəyik, mən sizə ev tapşırığı verəcəm, hər kəs ixtisasına uyğun situasiya hazırlayacaq. Onda bu qarışıq məqamları qeyd edəcəyik, açar məqamları qeyd edəcəyik. Amma hələ ki, heç bir situasiya vermirəm evə, hələ ki, yalnız göndərəcəyimiz materialı öyrənirsiniz. Bax, burada mənası nədir, anlamı nədir? Məsələn, metakognitiv nə deməkdir? Meta ən yüksək deməkdir. Kognitiv də idrak deməkdir. Yəni, idrakın ən yüksək səviyyəsidir metakognitiv. Konseptual nə deməkdir? Konseptual dərk etmədir, anlamadır, başa düşmədir. Prosedural nə deməkdir? Hər hansı bir işin prosesidir, icrasıdır, tətbiqidir, həyata keçirilməsidir, yerinə yetirilməsidir. Faktoloji nədir? Hər hansı bir hadisə haqqında, əşya haqqında faktiki məlumatların verilməsidir. Və təbii ki, bunların da hər birinin kateqoriyalarında bir-bir hər birinizdən soruşacağım. Növbəti dəfə isə individual olaraq hər ixtisasa uyğun situasiyalar işləyəcək. Bax belə, yəni bu bizim növbəti dərsimizdir və onu da qeyd edim ki,